Salam, hörmətli izləyicilər. Çar Rusiyası 1-ci Dünya müharibəsində böyük itkilər vermişdi. Belə ki, 1,7 milyon nəfər həlak olmuş, 5 milyona yaxın insan yaralanmış, 2,5 milyon nəfər əsir və ya itkin düşmüşdü. Çar 2-ci Nikolay ağır durumdaydı, çünki deməli ölkənin iqtisadiyyatı çökmüşdü və beləliklə də xalqın nümayişləri nəticəsində, qəzəbləri nəticəsində deməli 1917-ci ilin fevral inqilabı baş verdi. Çar 2-ci Nikolayın o vaxtki var dövləti bugünkü məzənnə ilə 300 milyard dollar məbləğində deməli qiymətləndirilirdi. Kütləvi qırğınlar olmaması üçün Çar 2-ci Nikolay taxtacdan əl çəkir. O əvvəlcə Rusiyanın Taborski vilayətinə, sonra Yekaterinburqa gətirilir. O dövrlər bolşeviklərə qarşı döyüşən Çex legionu var idi. Həmin Çex legionu 2-ci Nikolayın ailəsini sağ qalması üçün onu deməli xaricə qaçırmağa çalışırlar. Lakin bundan xəbər tutan bolşeviklər 2-ci Nikolayın ailəsini ələ keçirir, onları güllələyir, meyitləri bir meşəyə apararaq üzərlərinə kimyəvi maddə tökürlər və bir kömür mədəninə atırlar. Və hətta tamamilə meyitlərin parçalanması üçün ora əl qumbarası atırlar, lakin mədən partlamır. Həmin mədənin üzərini deməli taxta parçaları ilə örtürlər və bu məsələ gizli qalır. Lakin o vaxtki bolşeviklərin liderlərindən biri Yurovski həmin hadisəni sənədləşdirir və gizli saxlayır. 1979-cu ildə bu məsələ yenidən gündəmə gəlir, lakin bu məsələni araşdıranlar müəmmalı şəkildə yoxa çıxırlar. 1991-ci ildə SSR dağılandan sonra deməli bu məsələ yenidən araşdırılır, 9 nəfərin meyidi tapılır və 1994-cü ildə Çar 2-ci Nikolayın qardaşının məzarı açılır. DNT analizi nəticəsində məlum olur ki, 9 nəfər meyitdən biri Çar 2-ci Nikolaya məxsusdur. Və beləliklə də onlar 1998-ci ildə Peterburqda yenidən dəfn olunurlar. Onu da nəzərinizə çatdırım ki, Çar Nikolayın bir qızının, bir oğlunun meyidi 2007-ci ildə deməli tapılır. Diqqətinizə görə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.